Ve bugünkü dersimiz kompüter texnik təminatı əlaqədardır. Deməli, kompüterdə olan ehtiyac hamısını göstərdim, yerləşdirmişik burada. Bu kompüterin əsas tərkib hissələri hansılardır? Sistem bloku, monitordur, klaviaturdur, mousedur. Klaviatura, mouse haqqında sizinlə ətraflı danışmışdır. Yəni, bugün sistem bloku, bu case'dir. Kompüterin sistem bloku, burada biz kompüter daxilini bunları yerləşdiririk. Bu kompüterin ana lövhəsidir. Burada iki tane ana lövhə yerləşdirmişik. Biri DDR1'dendir, biz DDR2'den. Bu ise notebook'un ana lövhəsidir. Bu kompüterin prosesördür, RAM'ıdır. Bunlar hakkında ətraflı danışmışıq. Bakın, bu hazır kompüter. Bakın. Bu kompüterin ana lövhəsidir. Ana lövhəsində görürsünüz, kompüter üzərində hər bir ana lövhənin üzərində özünə uyğun prosesörü yerləşir. Merkezi prosesördür. Kompüterin beyni deyilir bu formada. Ana lövhə, kompüter yığılarkən ilk növbədə aldığımız case'e uyğun ana lövhə seçməliyik ki, yerləşdirə bilir. Həmin ana lövhə, seçdiyimiz ana lövhəyə uyğun biz prosesör seçməliyik. RAM'ı seçməliyik ki, kompüterimiz açılır. Prosesör üzərində biz kompüterdə prosesörün saniyədə 10 milyonlarla əməliyyat gedir deyə bu tez qızır. Bir neçə saniyə gedir, bir neçə dəqiqə müddətində bu qızırda kompüter sönəcək. Ona görə bunun sönməyini qarşısını almaqdan ötürü biz buna sərinkeş yerləşdiririk. Bu formada sərinkeşi yerləşdiririk ki, sərinkeş onu soyutsun. Əgər sərinkeş çatdırıb bunu soyutdurmasa kompüter 1 dəqiqə, 2 dəqiqə işləyəndən sonra yayılan daha tez ola bilər ki, kompüter sönsün. Və bu da problemlər yarada bilər. Bu kompüterin hard diski. Bəli, bu artıq kompüter divarda yığılmış formasıdır. Vida blokudur, enerji ilə təmin edir ana lövhəni, hard diski, CD-ROM'u, informasiya mübadiləsiz keçişliklər vasitəsilə biz bunları birləşdiririk və budur, kompüterimiz artıq hazırdır. Hazır vəziyyətdə, yığılmış vəziyyətdə burada göstərilir. Portlardan monitörü taxmışıq, klaviatura, mouse taxmışıq. İndi kompüter işlə vəziyyətə getiririk. Bakın, kompüter açıldı. Kompüter artıq işləyir. Bu kompüterin video kartıdır. İstəsək görüntünü yaptırmasın, monitorun icazə vermə qabiliyyətini artırmaq üçün biz bura əlavə bir video kartı taxa bilirik. Artıq böyle.